Bakı sakini Hafiz Mövsümov bildirir ki, ailəsi külli miqdarda maliyyə vəsaitinin qanunsuz mərc və pul dövriyyəsi sxemi ilə ələ keçirilməsi nəticəsində zərər çəkib. Onun sözlərinə görə ümumilikdə 265 min manat pul müxtəlif şəxslərin bank kartları və elektron pul kisələri vasitəsilə dövriyyədən çıxarılıb. Şikayətçinin bildirdiyinə əsasən özünü etibarlı şəxs kimi təqdim edən və Mərkəzi Bankın mühafizə xidmətində çalışan Fərid Məmmədov əvvəlcə borc alıb qaytarmaqla etimad qazanıb. Daha sonra isə zərər çəkənin oğluna heç bir ziyan olmayacağı barədə vəd verərək onu mərc oyunlarından gəlir əldə etmək adı ilə pul köçürməyə razı salıb. Nəticədə vəsaitlər 60-dan çox kapital bank kartına və 2 M10 elektron pul kisəsinə 265 min manat göndərilib. Hafiz Mövsümov bildirir ki, faktla bağlı 11 fevral 2025-ci ildə cinayət işi başlanıb. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq istintaqın real nəticəsi yoxdur. Onun sözlərinə görə pul köçürülən kart sahibləri və M10 hesab sahibləri dindirilməyib. Oğlu isə hələ bir rəsmi zərər çəkmiş şəxs kimi tanınmayıb. İddialara görə iştadı keçən digər şəxslər Şəki rayon sakini Anar və Bərdə rayon sakini Pərviz adlı şəxs olub. Onlar qeyri-qanuni onlayn kazino tipli platformalar idarə edirlər. Həmçinin iddia olunur ki, bu şəxslər Yeniyasamalı ərazisində yerləşən Bizim Məkan adlı çay evində toplaşaraq qeyri-qanuni mərc fəaliyyəti ilə məşğul olurlar. Şikayətçi əlavə edib ki, təqsirləndirilən şəxs barəsində axtarış olduğu dövrdə onun oğluna təzyiq göstərildiyi barədə polisə izahat verilsə də, bu epizod üzrə ayrıca hüquqi tədbir görülməyib. Hafiz Mövsümov məsələ ilə bağlı ölkə başçısı cənab Prezident İlham Əliyevə, baş prokuror Kamran Əliyevə, eləcə də digər aidiyyəti dövlət qurumlarına müraciət etdiyini bildirir. O qeyd edir ki, bugünə qədər verilən cavablar formal xarakterlidir və işin obyektiv araşdırılmasını tələb edir. Fərid Məmmədovun dediklərinə görə sözgedən şəxslərin arxasında məhkəmə hüquq sistemindən və hüquq mühafizə orqanlarında nüfuzlu şəxslər dayanır, onları himayə edir. Belə dırnaqarası himayəçilərin arasında vəkil Rüfət Mirzəliyevin, onun qardaşı Sabunçu rayon məhkəməsinin hakimi Ruslan Mirzəliyevin, eləcə də atası Ali məhkəmənin sabiq hakimi Əsəd Mirzəliyevin adı çəkilir. Vətəndaş istintaqın nəzarətə götürülməsini və 265 min manat maddi zərərin geri qaytarılması üçün tədbirlər görülməsini xahiş edir. Sonda onu da qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.